Dadaş adlı izləyicimiz bildirir ki, Arif Əsədov 3 il Debyazın köməkçisi oldu. Debyazini qınadı bir nəfər. Arif Əsədova sual verən olmadı ki, sən nə etdin? Dadaşov, əslində bu biraz geniş mövzudur. Qısaca onu bildirim ki, Arif Əsədovun dönəmində milli komandamız Debyazinin dönəmindən ən az 2 dəfə yaxşı futbol oynayırdı. Mütləq, mən də razıyam səndən. Arif müəllimin başçılığı altında səhv eləmirəmsə 3 oyunda 2 qələbəmiz var. Hətta Qazaxstana bir yaxşı geri dönüş olmuşdu. Daha yaxşı futbol oynadıq. Hətta düşünürəm ki, o dönəm milli komanda elə məhz Arif Əsədova tapşırılmalı. Mən də razıyam. Bəli. Ümumiyyətlə Arif müəllim hansı komanda və klubun başına keçibsə, orada rezultat olur. Neftçi komandasında uzun illərdən sonra məhz Arif Əsədov çempion etmişdi. Yox, Arif müəllim, mən Arif müəllimin rəhbərliyi altında oynamışam. Həqiqətən də mən bilmirəm, məsəl üçün Arif Əsədov kimi məşqçilər bu günləri niyə ölkə, yəni komandalarımızın bir çoxunda, yəni çoxdan da səhv eləmirəmsə hansısa komandaya dəvət alınır. Son dəfə Neftçidə çalışdırdı, sonra Sabah komandasında qısam etdi. Arif müəllim kimi məşqçilər, yəni kiminsə başqalarının da adını çəkə bilərik. Sadəcə yəni burada tərəfdaşlıq kimi çıxa bilər. Ona görə də yəni Arif müəllimlə söhbət açıldı deyirəm. Arif müəllim çox həqiqətən də disiplinası yüksək olan, yəni komandalarında iş görən, yəni məşqçidir. İnşallah ki, onun da belə deyək də, səhv eləmirəm, hal-hazırda Arif müəllim əslində çalışır. Federasiyada çalışır, amma mən düşünürəm ki, həqiqətən Arif Əsədov dəyərli mütəxəssislərimizdən biridir. Yəni mən uzun illərdə hələ də anlaya bilmirəm ki, niyə kənarda qalır. 2 dəfə Neftçini çempion eləyən bir məşqçi, ondan sonra məncə... Bir dəfə səhv etmirəmsə, Ahmet, uzun illərdən sonra çempion etdi və o önəmli qızıl heyət var da, o elə daha çox özəyi Arif Əsədovla qoyulmuşdu. Düşünürəm ki, Arif Əsədova mütləq və mütləq klublarımız şans verməlidir. Baş məşqçi postunda bu yer boşalanda Arif Əsədov da diqqətə və nəzərə alınmalıdır.